الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهديه الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Müstəhəm müsəlmanlar, ən birinci təqvalının mavzu çağırıram. Və təqva cənnətin axtarıdır. Hər bir müsəlman çalışmalıdır bu sifətə nail olar. Yəni, təqvanın mənası Allahdan qorxmaq, onun əmrlərinə tabi olmaqdan, nəhiylərindən, qırağınlarından çəkinmək, həmçinin Peyğəmbər salsın tabi olub qırağınlarından çəkinmək. Hər bir müsəlmana vacib olan məsələlərdən də biri danışığına gerək fikir verər. Hər birinə kəlmə çıxır özün ondan gerək fikir verər. Birinci fikirləşir, sonra danışar. Çünki çox var xətalar və ya bəlalar və ya fəsad məhz sözlərdən başlayır, danışıqlardan. Onunla görsən fəsad yayılır islahdan sonra. Hətta görsən döyüş olur. Və onun o kəlmənlə görsən insanlar ayrılır. Və bəzi kəlmələr elə kəlmələrdir ki, hatta adamı ağladır. Qəlbi ağrıdır. Görsən insanlar arasında düşmənçilik yalanır. Evlər dağılır. Və hətta cəmiyyətə təsir edir. O kəlmə balacadır. Dolayısıyla təsiri böyüdür. Və çoxalanda da fəsadı çoxalır. Və talaq kəlməsidir. Talaq, yəni kişi öz zövcəsini boşamaq üçün işlənən kəlmədir. Artıq zaman arasında çoxalıb bu kəlmələri işlədənlər. Bu kəlməyə fikir vermirlər. Və bəzən adi bir dənə balaca məsələyə görə yoldaşına deyir ki, mən səni talaq etdim. Ancaq Allah subhanətə səni icazı verir 3 dənə talaq etmək. Lakin 3-cüdən sonra qaytara bilməzsən, hətta ərə getsə, ərə getməlidir o qadın. Əgər o ayrı onu boşlasa, ondan sonra ala bilərsən. Təsəvvür, necə bu şəriət qaydalar qoyub? Ne üçün? Hətta bu kəlmənə oynamayasan sən. Bu kəlmə oyuncaq deyil. Və əslən əylənmək oyuncaq deyil. Və hər bir kəs məsuliyyət daşımalıdır. Həm kişi və həm qadın. Və görürsən, bu sanmalar necə cəmiyyətə də təsirləyir. Lakin bu talaq kəlməsinin səbəbləri nədəndir? Hər bir kişi gəlir səbəbləri və qadın səbəbləri öyrənə. Və çalışa ki, o səbəbləri edəndən sonra o talağı aparırsa gəlir onları etməyə. O səbəblərdən həmçinin müsəlmanlar səbəblərdən məsələn kişinin evində tutduğu məqam. Kişi əgər özünü kişi kimi evdə göstərməsə, onda qadının gözündən düşür. Kişi kimi gözündən düşür. Və görürsən, qadın başlayır lağıyıb yanaşmaq onun üzrə. Ona görə kişilər çox şey asıldır evində. O görə özünü rəhbər kimi göstər evində. Çünki o evdə əmirdir. Nə ki öz yoldaşına, həmçə övladlarına da qarşı. Övladlarına da özünü kişi kimi göstərməlidir.
Hətta evladları da onun kimi böyüsünlər, kişi kimi. Və həmçinin səbəblərindən məsələn müsəlmanlar laqeyd yanaşmaq məsələlərə, ailəyə laqeyd yanaşmaq, tərbiyə fikir verməmək, özünün əxlaqına fikir verməmək. Bunlar hamısı gətirir, görürsən, ailədə talaqa çıxardır, boşanmağa. Həmçinin ailəyə ümumiyyətlə ciddi baxmmaq. Ailə məsuliyyətdir. Sən əgər qadını alanda, sənin zövcən alanda, sən özün məsuliyyətə saldın. Yəni, o zövcə barədə səndən soruşacaqlar. Sən məsuliyyət daşıyırsan zövcə barədə, övladların barədə, malın barədə. Və Allah subhanət həmçinin soruşacaq, nə cavab edəcəksən? Ailəyə ilaqəyə yanaşma olmaz. Ciddi yanaşma lazımdır məsələlərə. Həmçinin səbəblərindən məsələn müsəlmanlar görürsən, yalan çoxalır. Yalan çoxalanda səbəb olur ixtilafa və nəticəyə gəlib çıxardır talağa. Həmçinin görürsən, evin xaricində olan təsirlər görürsən, evin daxilinə gəlir, təsir edir. Bu da mühümdir. Kişi gələk belə məsələləri qoruyar. Və ya başqalarının adətlərinə baxıb təsirlənir. Xüsusən qadınlar bu seriallara baxırlar. Və görürsən, baxırlar və təsirlənirlər. Və görürsən, oradakı nakişləri göstərəndə istəyirlər ki, qadın o da özü kimi azad olsun belə evində və s. Və ərindən başlayır nəsə tələb etməyə, kişi gəlir, bunların hamısını nəzarət eləyər. Həmçin qadın da, əgər qadın nəsə görsə, olmaz onu evinə getirmək. Qadının vacib odur ki, gəlir, ərinə tabi olar, baxa. Amma itaatsizlik gətirib həmçinin talağa çıxardır, boşanmağa. Ona görə boşanmağın səbəblərindən həmçinin ola bilsin qadında da taksır. İtaatsizliyi, ərinə xoşunu gəlmədiyi məsələləri etməyi, ərinə icazı çıxmağı, haçan istəyir çıxıb, haçan istəyir gəlir, kiminlə istəyir danışır. Bunlar hamısı səbəblərdəndir boşanmağa. Ona görə necə kişi, həmçin qadın da özünə fikir verməlidir ailədə. Bu ailəni qorumaq lazımdır daima. Çalışmaq lazım, ailəni qorumaq lazımdır. Həmçin səbəblərdən talağın, boşanmağın məmmanlar, dedikodular, xüsusən qadınlar. Dedi ki, qadın məclisində oturdu, dedikodu çox alır. Onun ki, hər bir qadın, necə ki, həmçin kişiyə də aiddir bu. Belə məsələlərdən gerək keçinə. Yoxsa ailəsinin sirrin gerək danışmaya etkisə. Gerək ailəsinin sirrin etkisə danışmıyorsan. Bir dənə bəzən əgər müəyyən adamlar olsa məsləhət eləmək üçün. Amma yenə, belə şeylə var danışma olmaz aləni. Həmçin məsələn müsəlmanlar kraldan həmçinin təsirlər, türbə-türlü insanların təsiri, paxıllıqları. Ona görə insan çalışmalıdır dini yaşatsın ailədə. Din qoruyur çox şeydən, gözdən və s. Həmçinin səbəblərdən məsələn müsəlmanlar boşanmanın səbəbləri Allah qorxusunu zəif olmağı, Allahdan qorxmur. Laqeyd yanaşmağı məsələn ailəyə. Bilmin ki, Allah subhanətlə qiyamət günü soruşacaq. Qiyamət gündən qorxmamaq, yadından çıxartmaq. Həmçin qadın da Allah qorxusunu zəif olmağı və ya qiyamətin yaddan çıxarmağı. Necə ki, kişidən qadının yoldaşı var ki, soruşacaqlər, qadından da əri var ki, soruşacaqlər. Necə baxdın? Həmçin səbəblərdən necə qeyd etdik, qadının qulaq asmamağı sözcüsünə. Həmçin səbəblərdən, bu da görsən səbəblərdən olur, valideynlərin ailənin işlərinə qarışmağı. Görsən, ata, oğlun və ya qızın işinə qarışır. O da nə deyil, nəqsət olunmasın. Amma məsələn, qarışmaq işlərinə, məsələn, qızın, məsələn, gəlinin ailəsi qarışır, məsələn, qızın ərinin işlərinə. Bu da görsən, səbəblər olur, təkan olur talağa, boşanmağa. Ona görə hər bir müsəlman, hər bir ata, ana
Gələk hikmətli olmalıdır belə məsələlərdə. Yoxsa övlada gələ ailə qurubsa, övladın işlərini qarışmamalıdır. Bir dənə bəzi məsələlərdə qarışa bilər. Əgər görsə təhlükə olsa, o da gözəl üslubla nəsiyyət eləməklə. Amma o bir tərəf işləməklə, fitnə yaratmaqla, fitnəyə gətirib çıxarmaqla, o ancaq öz övladını boşaltdırmağa aparır. Həmçinin səbəblərdən görürsən, cəmiyyət də buna təsir edir, məsələn, müsəlmanlar. İçki, narkotik maddələrin, əxlaqı zəif olmağı, məsuliyyətə ciddi yanaşmamaq. Bunlar hamısı gətirir, görürsən, boşanmağa çıxardır. Allah s.ə. əmr edib bizə. Ona görə hər bir müsəlman öyrənməlidir. Əgər bu səbəblər varsa, bu səbəbləri müalicə eləməlidir. Hətta gedib ona çıxartmayaq. Amma laqiq yanaşdan, görürsən, gətirib çıxardır boşanmağa. Hər bir insan məcburdur, kişiyə məcburdur. Kişi əmir olunub, Allah qala əmirlik kişilərə. Allah s.ə. buyurur ki, وَعَشِرُهُنَّ بِالْمَعْرُوفِ Nisa surəsi 19-cu ayə öz qadınlarınızla yaxşı davranın. Onun haqqın verginə. Əgər birdən nəsə xoşuna gəlməyən bir şey etsə, bilginən ki, xoşuna gəlməz bir şey varsa nəsə, lakin xoşuna gələn hallar da var onda. Sənin uşaqlara baxır, sənin paltarlarını yuyur və s. və s. Buna qiymət vermək lazımdır. Həmçinin məsələn müsəlmanlar, həmçinin zövcənin sənin üçün ayrıca yeri var qəlbində. Allah s.ə. sənin üçün xəlq eləyib. Allah s.ə. buyurub ki, biz qadınları qadını kişidən yaratdıq ki, onda sakin olasan. Sakin yəni rahatlaşasan. Hər tərəfdən. Ona görə yaxşı baxcına, hər iki tərəf gəlir öz bir-birlərinə, hər bir öz tərəfinə yaxşı baxmalıdır. Həmçinin səbəblərdən həmçinin əgər istəyirsən, alim möhkəm olsun, boşanmağa nadir gətirib çıxarmaya çox vaxt. O da seçəndə, necə ki, oğlan qızı seçəndə, qız oğlan seçəndə geri bu seçim geri düzgün olar. Gözüyumlu evlənmək olmaz. Tanımayıb evlənmək olmaz. Bunu görsən, çox vaxt gətirib boşanmağa çıxardır. Geri evlənəndə tanıyasan, baxasan, məsuliyyətli yanaşasan. Amma necə gəldi, mən evlənmək istəyirəm, rahat, pulum var və ya neyimsə varsa, olmaz belə. Bu gətirib nəyi çıxardır? Boşanmağa çıxardır, məsələn, müsəlmanlar. Həmçinin, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bunu tövsiyə eləyib. Tövsiyələrindən birində buyurur ki, qadını 4 şeyə görə Allah, gözəlliyinə görə, nəsəbinə görə, varına görə və dininə görə və Peyğəmbər sallallahu bizə tövsiyə eləyir ki, dininə görə Allah. Çünki o gözəllik, o mal dövlət və ya onun nəsəbi heç bir sənə fayda vermir ki. O saadət deyil. Amma din belədir ki, din yenə arada bir şey nəsə olsa, görürsən dinlə müalicə olunur. Çünki din səbrə əmr edir. Din bağışlanmağa əmr edir. Din məsələləri necə hər etməyə yolun qoyub. Adət-ənənə oldu gedmirsən. Və s. və s. Ona görə belə məsələlərə fikir vermək lazımdır. Həmçin məsələn müsəlmanlar, qadına da vacib olan məsələlər çoxdur. Ən birinci qadın gəlir öz ərinə hörmət eləyən. Başqalarından da çox. Çünki qadından çox şey asılıdır. Əgər qadın öz ərinə evində hörmət eləsə, övladı öz atalarına, validinə hörmət eləsə, bayırı da ona hörmət eləyəcəklər. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellemə elə ki, gəldi Xədicə radiyallahu anhə dedi ki, mənə vəh gəlib. Xədicə radiyallahu anhə dərhal İslamı qəbul edir. Bizə əşhədə ən la ilahe illallah və əşhədə Muhammed Rasulullah. O vaxt ki, Peyğəmbər sallallahu aleyhi ve sellem narahatlığını bildirdi. Xədicə radiyallahu anhə nə dedi? Dedi, xeyr, vallahi, and içir Allaha, deyir ki, səni Allahmazlar, sənə gələn Allahmaz, yalancı gəlməz sənə. Çünki sən başlayıb, çünki onun yaxşı əməllərini deyir. Çünki sən düz danışırsan, çünki sən qohumları əlaqən var, yəni qohumlara yaxşı baxırsan, yetimə baxırsan,
kasıblara əl tutursan, çətin adamlara bacardığı kömək eləyirsən, ona görə sənə yalancı gəlməz. Fikir verir Xədicə radiyallahu anh, ağlı qadın. Və ərinin əxlaqını danışır. Deyir ki, sadiqsən, başqalarına baxırsan, sən yalancı deyirsən. Fikir verir ərinin və dərhal qəbul İslamı. Ona görə kişidən çox şey asılı evdə. Lakin vaqiyyət yanaşanda görsən, səbəb gəlir, boşanmağı çıxardır, gətirir, çıxardır. Ona görə məsələn, müsəlmanlar çalış belə məsələləri fikir verir. Əgər bir nəsə müşkül məsələ arazda olsa, onu birinci özünüz həll eləyin. Sakit, dinlə. Ən yaxşı dinlə. Allah s.ə. nə buyurur? Allah s.ə. buyurur, əgər ixtilaf düşsə, onu Quran sünnə həll eləyin. Quran sünnə həll eləyin. Əgər haqlar bildirilsin, baskınə, əgər sən düzgün eləməsənsə üzr istə, o düzgün eləməyibsə üzr istəsən. Və belə həll olunsun məsələ. Amma məsələni qaldırmaq, məsələni daha da şirtmək, çalışmaq ki, yaxşılığa getsin və məsələni evdən bayra çıxartmaq, valideynlərlə aparıb danışmaq və s. Bunlar heç də sənin bir fayda verməyəcək və əksinə gətirib boşanmağa çıxardır. Və həmçinin çalışmaq lazım ciddi olmaq ali məsələlərində. Elə ki, məsələn, bəzən hərdən görsən, yeməyi bilən nəsə oldu, yaxşı pişirməyibsə, görsən, o saat deyir ki, talaq. Sən talaq kəlməsini çox işlətmə. Talaq dedim, qutardı. 3 dənə sənə icazı verilir. Ondan sonra qutardı. Sonra qaytıra bilməzsən. Sonra qaytarsın da zina olacaq. Zina eləyən. Ona görə əksində yemək pişirəndə əksində təriflə. Amma pisləmə. Ya da sus. Pisləmə olmaz. Və həmçinin ola bilsə, nəsə görsən, onu çağır başa sal. Amma başqa cür, nəsə oldu, geyid, sən valideynin evinə, geyid və ya qadın məsələn, ərinə icazsız, nə oldu, gedir valideynin evinə, bunlar mı xətadır? Bunlar heç də məsələn, çalışmamaqdır, düzətməyə çalışmamaqdır və əksinə heç bir nəticəyə gətirib çıxarmır və qadın da elə bir şey can atmamalıdır boşanmağa. Heç də sən valideynin evi gözləmirlər. Bəzi qadınlar fikirləşirlər ki, boşanım yaxşı olacaq. Yaxşı olmur. Valideynin evini gözləmirlər səni. Gözləyirlər, gələcəksən, ancaq görəcəksən ki, sən orada artıqsan. Bir ev yaşayandan sonra. Ona görə də ərini qoruyur, ailəni qoruyur. Necə ki, öz yoldaşını qorumalıdır, ailəni qorumalıdır, həmçin qadın da öz yoldaşının və ailəsini qorumalıdır. Və belə əgər ixtilaf düşəndə, xüsusən də necə həll etmək Allah s.ə. bizə bildirir və Nisa surəsi 35-ci, 36-cı aya oxuyunən və əgər bir məsələ olanda və necə Nisa 25, 35 və 36-cı ayda buyurulub, o cür həll elə və görsə həlli olur və sonda baxarsan onda. Ona görə ciddi yanaş, ailəyə, zövcəyə söyləmək kimi gələn, həmçin zövcə də gəlir əlinə qulaq günən, hərbə qulaq günən və çalış, talaq kəlməsini çox işlətmə. Tələbələrdən işlətmə. İcazı verilir o vaxt ki, ciddi olanda, ciddi məsələ. Amma belə nə oldu, talaq, bu özlüsən, müşkül məsələləri salırsan və çalış ciddi ol, valivə fikir ver və çalış talaq kəlməsinin laqiyyət yanaşma bu kəlməyə. Allah s.ə. bizi eşit faydalardan etsin. Allah s.ə. bizi fitnədən və əhlindən qorusun. Allah s.ə. ölkəmizə həmçinin müsəlman ölkədən, xətadan, davadan qorusun. Ya Rabbi, müsəlmanlara kömək ol. Ya Rabbi, kim bizə pislik, meçilimizə, cəmatımıza kim pislik istəyirsə, o pisliyi onun özünə ehtiyalır. Ya Rabbi, həmçinin o müsəlmanlara çıxışdırlar, ya Rabbi, onlara şəfa ver. أقول هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وأصحابه أجمعين. İbad Allah. Həmçinin müsəlman qardaşlar, bəzi təmbihlər var, onu eləmək istəyirik. O da cümə vaxtı ümumiyyətlə məsələ gələndə danışmaq, qardaşlardan çoxlu səslər gəlir. Cümə vaxtı danışmaq bəyənilmir, böyük səslə, məsciddə xüsusən. Zikr elə, Quran oxu. Bu daha sənin çox faydalıdır. Bəzi qardaşlar ancaq cümə günü gəlir və gəlir danışmaqla
dediqodunla vaxtını keçirməyə heç bir savab qazanmayacaq. Bu ciddi məsələdir, buna fikir ver. Həmçin səhvlərin düzənəndə çalış fikir ver, çiynə, topuğa dəysin. Və görsən, bəzi qardaşlar olursa təfi gəlir. Əgər birləşdir ayaqları, əgər gördün çəkirsə, gedmə dalınca. Bəzi qardaşlar gedirlər dalınca, sıxırlar ona ayağını. Xüsusən təfi gələn adam, deyəcək, bunlar neynirlər? Bu adama ayaqlarını sıxır. Onsuz da nə gəldi danışırlar meçidimizdən. Hansı ki, bizim meçidlərin təmizdir, Allah kimi. Belə şeylər fikir verginə. Həmçinin xüsusilə vaxtı danışma. Ne ola bilər, bəzi qardaşlar təzədirlər, bilmirlər. Görsən, xüsusilə vaxtı telefonla danışır. Bu xətadır. Ki, mənin savabı gelir. Ona görə əziyyət etsən, gəlirsən, çalış belə şeylər fikir ver. Amma o danışanlar ki, qəsdən, o qəlbi ki, onlar Allah, Peyğəmbər salsın artıq, olan adın deyib artıq, ehtiyyat yoxdur. Amma çalış fikir ver yine, belə məsələlərə. İbadallah, innallah ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tadhakkarun. Fa zikrullahi akbar, wallahu ya'lamu ma tasna'un.